Dərsimizdən biri də conjunction bağlayıcı dərsidir. Bağlayıcılar çox geniş mövzudur. Sizə hissə-hissə keçirilir təbii ki. Bu günləri keçəcəyimiz isə neither-nor, either-or, both and, not only but also. Neither-norun mənası nə o, nə də bu deməkdir. Either-orun mənası ya o, ya bu. Yəni iki seçimdən birini seçsin. Both and-in mənası hər ikisi deməkdir. Həm onu seçsən, həm bunu seçirsən elə bir ki. Not only but also-nun mənası da o da hər ikisinə gəlir. Nəinki o, hətta bu da. Məsələn, mən nəinki Nurayı, hətta Cəmaləni də sevirəm. Bu deməkdir. Yəni, mənası hər ikisinə yaxındır bir şeydir. Yəni, not only but also inkarlıq deyil. Yeganə notun işləndiyi yerdir ki, ora inkarlıq deyil. Nəinki o, hətta bu deməkdir. Bunların ən vacib testdə 11-ci və ya 9-cu sinifdə imtahanda görəcəyiniz isə sırf yazılışı ilə bağlıdır. Testdə belə bir şeylə, məsələn, neither-or yazırlar, amma neither-nor olmalıdır. Either-nor yazırlar, amma either-or olmalıdır. Yəni, ən vacib bildiyiniz isə bunun düzgün yazılışını bilməkdir, okey? Çünki testdə ən çox yazılışı ilə bağlı sual düşür. Yazılışından sonra digər hissə isə tərcüməsi ilə bağlı sual düşür. Ümumi qaydalara nəzər salaraq, neither-nor dedim də nə də deməkdir. Bu bağlayıcı olan cümlənin xəbəri nordan sonraki sözdən asılıdır. Yəni, nordan sonra cəm isimdirsə xəbər də cəm olmalıdır. Nordan sonraki söz təkdirsə xəbər də tək olmalıdır. Misal verəsəz, neither he nor they are there. Nə o, nə də ki onlar buradadılar. Yəni, gördünüz, nordan sonra they dedim deyə xəbəri are qoydum. Amma nordan sonra he qoysaydım, xəbəri nə qoyardım? Is qoyardım. Məsəl üçün, neither they nor he is here. Gördünüz, nordan sonra nə gəlir? Xəbər də ondan asılıdır. Nə onlar, nə də o orada idi. Sonra bu bağlayıcı sayıla bilən tək isimlə də işləndikdə qarşısında mütləq en artiklı işlənməlidir. Ümumiyyətlə, neither-norda da, either-orda da, both and-də də, not only but also-da da en artiklı işlənir. Sadəcə işlənməyən qayda no var n o yazılan inkar söz. Həmin no-dan sonra heç bir artikl gələ bilməz. Amma qalan bütün yerdə artikl olmalıdır. Okey, indi hələ ki o digər qaydalar dərsimizdə deyildiyi keçmir, amma ümumi bağlayıcıların içində olan qaydalar var. Sonra either-ora dedi. Either-or ya da deməkdir. Yəni, burada da iki seçimdən birini seçməlisən. Və xəbəri də burada da ikinci sözdən sonra, yəni oradan sonraki sözdən asılıdır xəbər. Oradan sonra cəm isim gəlsə xəbər də cəm, oradan sonra tək isim gəlsə xəbər də tək. Məsəl üçün, either Bilal or Hilal is planning. Hilala görə is verdim. To buy a new car. Nə ya Bilal ya da ki Hilal yeni maşın almağı planlayır. Either a phone or a laptop must be used. Ya telefon ya da ki notebook işlədilməlidir. Gördüyünüz kimi en artikl əgər isim təkdədirsə verirəm. Cəmdədirsə təbii ki vermərəm. O heç